Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 10 Şubat 2026 Salı. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayırım. Ali, dünkü yayınımızda ABD Başkan Yardımcısı Vance'in bölgeyi ziyaret edeceğinden bahsetmiştik. O ziyaret başlamış anladığım kadarıyla notlarından. Gündemin ilk sırası bu. Bəli Özlem, səfər başlayıb. Azadlıq Radyosu'nun yazdığına göre ABŞ vitse-prezidenti J.D. Vance artıq İrəvandadır və orada Ermənistanla nüvə sahəsində əməkdaşlıq sazişi imzalayıb. Növbəti dayanacağı isə Bakı olacaq. Azadlıq Radyosu'nun müxalif bir qurum olduğunu da xatırladım. Nükleer İşbirliği Anlaşması. Tam da bu konu gündemdeyken bizim Dışişleri Bakanı Hakan Fidan'dan da benzer tonda bir açıklama gelmiş. O da notlarında ikinci sırada. Elədir. D.Az saytının xəbərinə görə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan deyib ki, əgər bölgədə yeni nüvə silahına sahib ölkələr ortaya çıxsa, Ankara da bu nüvə yarışına girmək məcburiyyətində qala bilər. Bu, regional təhlükəsizlik baxımından önemli bir xəbərdarlıq kimi qiymətləndirilir. Bölge iyice ısınıyor desene. Şimdi biraz iç gündeme bakalım. Toplum TV davasında işler biraz karışmış galiba. Mahkemede bir gerginlik yaşanmış. Bəli, bu da müxalif Meydan TV'nin xəbəridir. Məhkəmədə təqsirləndirilən şəxslərdən Akif Qurbanovla hakim arasında gərginlik yaşanıb. Qurbanov, vəkilinin vəsatətlərinin prokuror tərəfindən rədd edilməsinə və hakimin də buna uymamasına etiraz edib. Pardon Ali, vesayet ne demek? Bizde vesayet diye bir kelime var ama avukatla pek ilgisi yok. Vəsahət, yəni bir tələb, istək deməkdir. Hüquqi mənada isə rəsmi bir tələb, bir müraciət mənasını verir. Yəni vəkilin məhkəmədən rəsmi tələbləri. Anladım. Avukatın talepleri yani. Vay, sanık hakime bayağı sert çıkmış. Savcının hayır dediğine siz hiç evet dediniz mi diye sormuş. Bizde olsa anında salondan atarlar. Bəli, gərgin anlar yaşanıb. Bu hadisə də ölkədə mətbuat azlığı və məhkəmənin müstəqilliyi mövzularını yenidən gündəmə gətirib. Bu konuyla bağlantılı bir haber daha var notlarında. Azerbaycan Halk Cephesi Partisi lideri Ali Kerimli'nin tutukluluk süresi uzatılmış. Təəssüf ki, elədir. Azadlıq Radyosu'nun məlumatına görə müxalifət lideri Əli Kərimlinin həbs müddəti daha 4 ay uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin tələbi ilə verilən qərar hakimiyyəti zorla ələ keçirmə ittihamına əsaslanır. Hakimiyeti zorla ele geçirme. Bu bizdeki darbe teşebbüsü suçlaması gibi bir şey mi? Bəli, tam olaraq elədir. Yəni, hökuməti güc yolu ilə devirməyə cəhd etmək ittihamıdır. Kərimli və partiyası isə bu ittihamların siyasi olduğunu bildirir. Anladım. Neyse ki biraz da olumlu diplomasi haberleri var. Cumhurbaşkanı Aliyev ve Ermenistan Başbakanı Paşinyan Washington'da bir zirveye katılacakmış. Bəli, Meydan TV'nin yazdığına görə hər iki lider ABŞ prezidenti Donald Trump'ın təşəbbüsü ilə yaradılan Gazza Sülh Şurasının Washington'da keçiriləcək sammitinə dəvət alıb. Hər ikisi də qurucu üzv olmaq dəvətini qəbul edib. Trump ve barış zirvesi. İlginç. Bakalım oradan nasıl bir sonuç çıkacak. Şimdi ekonomiye geçelim. Notlarında buğday üretimiyle ilgili endişe verici bir analiz var. Bu da Meydan TV'nin analizidir. Azərbaycanda təxıl istehsalının ciddi böhranla üzləşdiyi, amma rəsmi rəqəmlərin bunu gizlətdiyi iddia edilir. Mütəxəssislərə görə xüsusilə ərzaqlıq buğda istehsalı demək olar ki dayanıb və yerli tələbatı ödəmir. Səbəb kimi idxalçıların yerli fermerlərdən məhsul almayaraq onları yemlik buğda istehsalına məcbur etməsi göstərilir. Yemlik buğday ne demek Ali? Hayvan yemi için üretilen buğday mı? Bəli, tamamilə doğru. Heyvan yemi üçün istifadə olunan buğdadır. Bu hikayede çok tanıdık geldi. İthalat lobileri yüzünden yerli çiftçinin zor durumda kalması. Her yerde aynı senaryo. Son olarak bir de vefat haberi var. Bəli, Azərbaycan siyasətinin tanınmış simlərindən keçmiş millət vəkili və Ana Vətən Partiyasının qurucusu Fəzail Ağamalı 78 yaşında dünyasını dəyişib. Allah'tan rahmet dileyelim. Ali, bugünkü notlar için çok teşekkürler. Gündem yine çok yoğundu. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.